Azərbaycan və Türkiyə orduları iyunun 12-dən 19-una dək Naxçıvanda birgə təlim keçirəcək. Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında iyunun 2-də İstanbulda keçirilən danışıqları münaqişənin həlli üçün tarixi addım adlandırıb. ABŞ Ukrayna prezidenti Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq üçün ciddi işə başlayıb. Bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib. Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı bir sıra konfranslar, konsertlər, sərgilər, teatr və kino festivalları keçiriləcək. Şərur MTK-nın sahibi İsfəndiyar Axundova qarşı Progress 2016 MTK-nın həbsdə olan rəhbəri Emil Səməndarov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Bildirilir ki, onun barəsində 40-a yaxın məhkəmə işi var.